Ya Eba Abdillah, Ya Eba Abdillah, Zencan, Zencan, Ya Hüseyin, labler ve sağerin Kevser yaraşar. Ya Hüseyin, labler ve sağer Kevser yaraşar. Kesilen eller ve perçem-i mahşer yaraşar. Zencan düşababın ve Cibril-i Emin fahrelesin. Düşe Cibril-i, düşe babımız ve Cibril-i Emin fahrelesin. O güzel vallahi yere duşi peygamber yaraşar. Nerevan ki Nerevan ki koyan sinen üstüne şimle yağızın. Nerevandır koyan sinen üstüne şimle yağın. O güzel sineye baş koymağa esger yaraşar sen. Men kimem, ben neçiyem, adı ben o ker değiller Zencan. Koy ben diyeyim Hüseyin, aşıkların dilinden direm, bu eyleşenlerin dilinden direm. Biz kimi ki biz neçiyik, adımıza nokar değilen. Sen kimi şahe Hüseyin, sen kimi şahe, Abel faz kimi nokar yaraşar. Hüseyin kurbanın oğlum, Hüseyin ağazan ağalık eyle, ağalık eyle. Hüseyin can sen şahitsen, bir dene sana ağlamağımız kalıp, ona da tene vururlar, istemirler ağlayar. Allah bu gözlerimize güç kudret ver, ağamız Hüseyin'e layıklı yazadar olak, layık ağlayak. Eşideye şiye müvafikle muhalif sözünü, eşideye şiye müvafikle muhalif sözünü. Kim bu benden kulak assal, eder ıslah hüzünün. O dese kim verib alemde bu kadersi sana, sen denen ağlamağı Fatime öğretti bana. Gel mühalif deseye bəsdi özüvi çok yorma, gel mühalif dese sənə lağ eləyən, sənə tənə vuran birdən söz dese,
Gər müxalif desə bəsdir, özünü çox yorma. Ver cavabın, denən eşqin qabağında durma. Bu mənim eşqimdir. Mən elə bir ağaya aşiqəm, evi dağılan heç sənin belə ağaların olmuyor, amma mənim Hüseynim var. O desəyə başa vurmayıb, gözlərimi kör eləmə. O desəyə başa vurmayıb, gözlərimi kör eləmə. Sən denəyən, o desə başa vurub kör eləmə gözlərimi. Sən denən göz yaşı dərmandır, qutar sözlərimi. Desə qəlbin sıxılar, sinəyə möhkəm vurma. Birdən sənə desə ki, niyə sinəvə möhkəm vurursan? Gərək insan özünə zülm eləməsin, bu da bir zülmüdür. İnsan sinəsinə vurur, ver cavabın, bax bunu de. Desə qəlbim sıxılar, sinəyə möhkəm vurmaq. Sinə vurmaq demənim, adəti dinimdəndir. Sənə heç dəxli də yox, sinə mənim sinəmdir. Bəli, desə qəlbin sıxılır, sinəyə çox möhkəm vurma. Desə qəlbin sıxılar, sinəyə möhkəm vurma. Sinə vurmaq demənim adət-i dinimdəndir. İrtibatı sənə yox, sinə mənim sinəmdir. Özüm bilərəm. Sənə qurbanım, ay qərib diyarda, qərib ölkədə qalan həmvətənlərim. Bu gecə bir qəribin haqqında sənə oxuyaram. İnşallah qardaşım da mənə kömək eləyər. Bu müslümdür, elə qərib düşüm balalarından, əhlə yanından, vətənindən. Çün onlar İmam Hüseyin aleyhisselama namə yazmışdırlar. Bir tarixdir, 12.000 bir tarixdir, 18.000 imzasız namə yazdılar. Hüseyin'i dəvət eylədilər Kufəyə. Əbi Abdillah Müslim İbni Aqili göndərdi. Dedi Müslim, get mən tərəfdən nümayəndə get. Gör onlar nə istəyirlər, mən də gəl. Geldi Müslim İbni Aqili. Ama necə geldi? Onlar güzel karşıladılar. Ama ahırda neylediler? Qətledədilər, şəhid elədilər Müslimi. Ey mənim sərvərim ya Hüseyin gəl, həmcəti daverim ya Hüseyin gəl. Müslüman hali diyeyim, tamam etrafım düşman alıp, çün namazdan sonra baktı Allah, arkasında hiç kim yoktu. Məsciddən xaric oldu, gördü 3-4 nəfər qalıb, başladı yolu getməyə. Bir də döndü baxanda Allah, gördü onlar da yoktu. Çok narahat oldu. Ama ağası İmam Hüseyin'i özü dəvət eylemişti. Bayaq dedim, Müslüm Kufəyə gələndə onu bir izdihamla qarşıladılar, onu bəhbəhlə, əhsənlə qarşıladılar. Müslüm də bir namə yazdı Hüseyn'e, dedi Hüseyin gel. Ona göre narahat idi. Çün özü çağırmışdı Hüseyin'i. Qəlbində qəbul eləyə bilmirdi.
Ey mənim sərvərim ya Hüseyn gəl, Höccəti daverim ya Hüseyn gel. Tamamı dövreye alıblar, öldürmək istəyirlər. Bir vəfalar məni öldürürlər, bir vəfalar məni öldürürlər. Yoldadır gözlerim ya Hüseyin gel, yoldadır gözlerim ya Hüseyin gel. Hüseyin beraber kalmışam, Hüseyin can o kadar dövüştüm artık yorulmuşam, bedenimde güç kuvvet kalmıyor bakın. Gelmezsin Müslüman kim bilersen, kalmışam Kufe şehrinde bir kez, hiç kimim yoktu. Gelmesin Müslüman kim verersen, kalmışam Kufe şehrinde bir kez. Gerdenim kaldı cellad elinde, sen cayan. Bir görsen ne kadar celladlarım var, hamısı amade dururlar ki beni öldürsünler ağam. Gerdenim kaldı cellad elinden, ey başım sahibi hardasan gel, ey başım sahibi hardasan gel. Aşık xəstə dil dar səsindəyər, bir qərarəm dilim yar səslər. Hüseyin aşık xəstə dil dar səsindəyər, bir qərarəm dilim yar səslər. Müslüm İbni Aqil aşıkane, Müslüm İbni Aqil aşıkane, can verende elemdar sesler, can verende elemdar sesler. Köşe berfez yanım doleydi, evi dağlanlar donaya almışsınız, beni öldürmek istiyorsunuz. Ama köşe belfezim yanımda olaydı, siz bana yakın gelebilmezdiniz. Çünkü belfezin uca boyu var, ayar uzun kolları var. Onun bir bakışına bile bakabilmezdiniz. Amma da amade durmuşsunuz beni öldürmeye. Ay mənim yaverim aya belfez, kalmışam ben garip aya belfez. Ay mənim yaverim aya belfez, kalmışam ben garip aya belfez. Müslimi kıbleye döndüren yok, bile yaralı ya. Müslimi kıbleye döndüren yok, başıma gel dolanım ebelfez, başıma ben dolanım ebelfez. Ben Müslüman, Hüseyin'e limayende gelmişim. Fikretmeyim bu şehre pelahende gelmişim. Emreyliyip Kufe'ye get, ben de gelmişim Hüseyin ağam. Emreyliyip ben de gelmişim. Cennet ağası âli megamım sefiniyem,
Hak tayin ettiği imamın sefiriyem. Gəldiniz mənim qabağıma siz izdiham ilə, ev dağlanlar. Gəldiniz mənim qabağıma siz izdiham ilə. Əvvəldə beyyət etdiniz əcəb ehtiram ilə. Tutdunuz məni giramı böyük bir məqam ilə. Mən də o fikri ilə ağama namə yazmışam. Cənnət ağasın ali məqamın səfiriyəm. Hak tayin etdiği imamın səfiriyəm. Amma yadıma bir şey düşdü. Mənim Mürtəzam əmin bu qövmüdən çəkib dinlələr. Ey Xuda əmin, neyliyib bu bir vəfalərə ba vəfa əmin. Üzün tutub orada duran o zalim qövmə, orada duran əskərlərə deyir evi dağlanlar. Məni aldatdınız, amma mənlə beyyət elədiniz, amma məni aldatdınız. Mən də Ağam Hüseynə namə yazıb dəvət eyləmişəm, gəlir. Niyə bu işi gördünüz, gələn mən sizə inanmazdım. Bu Küfə əhli babam Əliyə də vəfasızlıq eylədi. Əmi məsələdən vəfasızlıq eylədi. İndi Ağam Hüseynə vəfasızlıq eyləmək istəyirlər. Üzün tutdum, üzün tutdum Kəbə evinəm. Dedi Ali, 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 Ali. Dedi ya Resulallah, ya Resulallah, ya Resulallah. Bilmirəm nədəndir, illətin nədir bu məsumlar. Çətin zaman olanda, çətin vaxta düşəndə nənələr Zəhranı səsləyərlər. Üzüm tutdu bəqiyə dedi nənə Zəhra, nənə, 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 nənə məni bağışla, ay nənə. Oğlun Hüseynə namə yazmışam, dəvət eyləmişəm Küfəyə. Amma bunlar çox vəfasızdılar nənə, məni bağışla. Gəlmə Hüseyn bu Küfədə vəfa yox. Bu namələrdə etina yox. Gülürlə Müslümə cəmaət. Hüseyn bu Küfədə həya yox. Səs verir Hüseynə ki gəlmə. Bayaqdan çağırdı amma indi deyir gəlmə üçün vəfasızlıqlarını gördü. Gəlmə Hüseyn bu Küfədə vəfa yox. Bu namələrdən etina yox. Gülürlə Müslümə cəmaət. Hüseyn bu Küfədə həya yox. Gəlmə Hüseyn can, gəlmə. Əlimdə hər mənə kəman var Hüseyn. Bu çöldə çox ox atanı var. Gətirmə əhl-i beyti mövla. Bu yerdə dinini satan var Hüseyn. Gəlmə Rüqəyyə və Vurallah Sili ağa. Mədinəyə qayıt əmoğlu. Sən Allah Zeynəbi gətirmə. Olar zəmanədən gileylim. Olar zəmanədən gileylim. Hüseyn, Hüseyn gəlmə Küfəyə.
Hüseyin bular dinin imanın satırlar. Hüseyin gelmeye. Tamamı orada olan askerlerle Müslüm vuruştu son nefesine kadar. Geldiler dediler İbn Ziyad'den, evi oğlum oturmuşsan burada. Müslüm tamam koşunun yarısın məhveliyib belə baxdı bunların üzünə. Dedi anamız matemimizde ağlasın. Ne günde siz orada bir tane Müslüm var, bir neferdi, gücümüz çatmır Müslüme. Neylediler? Bir hile kurdular. İbn Ziyad emreledi. Dedi gidin bir hendek kazın. Geldiler bir hendek kazdılar. Emir vermişti İbn Ziyad, dedi hendek kazın. Elə ki Müslüm geldi onu hemen o hendeye taraf üstüne gidin tekti. O arka arkaya gidende düşer hendeye, bu cür öldürün. Bu cür denediler. Haman cundu Müslüm'ün üstüne o askerler elinde kılıncı, nizelerle, oklarla. Müslüm baktı Allah tekti. Gördü arkasında bir divar var ama bilmirdi orada hendek kazılıp. Arkasını istedi sönkeye o divar öyle. Ele arka arkaya gidenden. O melunların biri bir ok vurdu Müslüm'ün ayağına, yaraladı. Müslüm yıkıldı hendeye. Ama yıkılandı bile dedi. Eber fezayakta zelay. Ebel fez, ebel fez, ebel fez. Böyle amane kalmış ayağım, ebel fez. Gördü Allah tamamı. O askerler hücum çektiler Müslüm'ün üstüne. Çünkü İbn Ziyad demişti, her kim bir kılınç vursa o vurduğu kılıncın ağırlığı kadar ona kızıl veririm. Hamı hücum çekti Müslüm'ün üstüne. Biri kılıç vurdu, o vurmak isteyen de onu iteledi kenara, dedi yok ikinci kılıncı da ben vururum. Allah bir hale koydular Müslüm'i. Allah, Allah, Allah ya. Sen can, Hüseyin canem, ey şehit medeni, yordu kufemeni, kalmışam tenha. Əyləşdiyin yerdə sinə vurma, fəqət qulaq as. Qulaq asmalı bir növbədir. Hüseyin canem, ey şehit medeni, yordu kufemeni, kalmışam tenha. Töküp düşman Müslüm'ün kanını, terk görüp canını, kalmışam tenha Hüseyin. Bu şehre gelmem sefa yoktu, münafıklardan vefa yoktu diyebilirsen benimle. Bu şehre gelmem sefa yoktu, münafıklardan vefa yoktu de görüm. Bu şehre gelme sefa münafıklardan vefa yoktu eşkıma kurban. Bu şehre gelmem sefa yoktu, münafıklar kulağız. O ümmet ki name yazdı məndən, düşmən oldu mənə, qəlbə od saldı. O ümmet ki yazdı name mənə, düşmən oldu mənə, qəlbə od saldı. Qan içsəmdən
dadım aram suların, fitnesi bunların sabrimi aldı. Felakında ey veli celil, Müslim İbni Ebil bir kömeği kaldı. Felakında ey veli celil, Müslim İbni Ebil bir kömek kaldı. Benim bir tek akraba yoktu, münafıklardan vefa yoktu. Bu şehre gelme sefa yoktu, münafıklardan vefa yoktu. De gülüm, bu şehre gelmem vefa. Münafıklarda vefa yoktu. Bir de bu şehre gelme sefa yoktu. Hami meddah olsun münafıklarda. Vallahi bu cəmin sesi değil ha. Bu şehre gelmem sefa yoktu, münafıklardan vefa yoktu. De görün bu şehre gelmez sefa yoktu, münafıklardan vefa yoktu. Bir daha bu şehre gelmez sefa yoktu, münafıklardan vefa yoktu. Eğer gelsen mektemin öperem, katilem diyerem, başımı tez gez. Hüseyin. Eğer gelsen mektemin öperem, katilem diyerem, başımı tez gez. Huzurunda hoştu kanım aha, hür derde bakan filgeyi navcayız. Huzurunda hoştu kanım aha, hür derde bakan filgeyi navcayız. İmamım can üstedadim ecat, Arifi Arafat kaldım beyaz. Garibem ben aşina yoktu, münafıklardan vefa yoktu. Garibem ben aşina yoktu, münafıklardan vefa yoktu. Allah Hüseyin canım, Hüseyin ne kadar çok isterdim Müslümin. Müslüm'ü şehit eylediler, ama gözlerin yummamıştan kapak yadına bir şey düştü. Gören neydi? Dedi garibem, garibem, garibem. Allah hiç kimi garip eləməsin. Hüseyin Zambular da garibdiler. Hüseyin Zambular da öz vətənindən gəliblər. Hüseyin Zambular da garibdi. Birinin xəstəsi var, gedə bilmir. Birinin vəziyyəti yaxşı deyil, gedə bilmir vətəninə. Ailəsi orada. Birinin anası xəstə, birinin balası xəstə. Hüseyin Zambular da garibdi, eyni Müslüm kimi. Garibem, garibem, garib. Dedi garibem ben, gözlerim yoldadır. Biri Hüseyin'de, biri Alemdar'dadır. Küfeliler
rahat yatıp evlerinde. Ay Allah, gören iki bala vardadır. Uca dersen elə ki Müslümün şəhadəti gəldi can təbiyyəb dinləğə Hüseynə. Hüseyn eşitdi ki Müslüm şəhid olub neynədi? Geldi Müslüm'ün o kız balasının yanına. Geldi o körbe balanın başına sığal çekti. Arap'ta resmiydi. Eğer bir körbenin başına sığal çekende yani yetim oldun ay bala. Hüseyin sen Müslüm'ün kızının başına sığal çektin. Aman ya o harabeden senin 3 yaşını beyanın başına sınav çeken olmadı. Hüseyin o rügayen susuz öldü, aç öldü aygan. Hüseyin, Hüseyin'im vay Hüseyin'im vay. Hüseyin'im vay, Hüseyin'im vay. Hüseyin'im neynim vay. Hüseyin'im vay, Kalka ayakmış. Hüseyin'im vay. Hüseyin'im vay şehit.